Salam əziz tamaşaçılar. İndi həvəskar çəkilişlə Rofun və Binə komandasının dostluq görüşünü çəkirik. İnşallah oyunumuz başlayır. Binə komandası oyuna başlayır və Tamerlan topu aldığı kimi itirir və Binə komandasının hücumunu izləyirik. Və Tofik 4 nəfərin arasında qalır. Və Tamerlandan zərbə, amma top qapıdan yan keçir. Binə komandasının hücumunu izləməliyik. Out. Rofum Tamerlan irəliləyir. Kenan və yenidən Tamerlan out. Renat'tan Tamerlan'a out Binə. Tamerlan'dan ötürmə alınmır, qapçı yerindədir. Binə komandasının yeni hücumu və Renat hücumun qarşısını alır. Out Binə. Alta başlayırlar, amma anlaşılmazlıq, top qapıdadır. Və qapçımız Yusif oyuna başlayır. Renat'tan uzun ötürmə, Binə komandası qarşısını alır və Tofik. Zaur alta başlayır. Və Tamerlan'dan Tofik. Renat və Tamerlan alabilecek mi? Renat Kenan ilerleyir. Renat və Tofik'e ötürmə. Tofik və out Binə. Binə komandası yeniden ona başlayır. Renat'tan güzel, ama qapçı yerindədir. Binə komandasının hücumunu izləyirik, amma Renat ona imkan vermir. Kenan daxil edir. Tofik ilerləyir. Tamerlan topu aldığı kimi zərbə indirir və top qapıdan kənara çıxır. Binə komandası oyuna başlayır. Tamerlan alır və Tamerlandan bir möhtəşəm qol. Onların səhvini bağışlamır Tamerlan. Və hesab 1-0 Rofun komandasının xeyrinədir. Binə komandası yeniden oyuna başlayır və yeniden Tamerlan ondan topu alır, amma Renat'tan ötürmə anlaşmamazlıq oldu. Tamerlan'dan Tofik'ten Zaura və Zaur'dan Tofik ilerleyir. Kenan alabilecek mi? Tofik. Top qapıdan kənara çıxır. Künçdən zərbə. Künçdən zərbəni başlayırlar Rofumdan. Əla bir ötürmə və Zaur olmur. Tamerlan götürür topu.
Alabilecek mi? Alabilmedi. Out Binə. Top Kənana gelir. Renat ve Kenan. Güzel. Out Binə. Binə komandası oyuna başlayır ve Kenan onların çaşkınlığıyla topu elde edir. Out Rofun ve Tamerlan'dan Tofik'e. Tofik. Out Rofun. Onlar uzun ötürme. Binə komandası karşısına alır. Binədən hücuma başlayırlar. Güzel ama out Rofun. Tamerlan ötürme. Tamerlan sıxırlar ve Binə komandası küçdən zərbə əldə edir. Yeniden küçten zərbə olur. Binə komandasının hücumu olacak mı? Binə komandası hücum edir ama Tofik. Tofik'ten Tamerlan. Tamerlan'ın uzun ötürme Kenan'a. Kenan ilerleyir. Kenan ve out. Rofun. Başlayır Kenan ve Renat. Renat'tan zərbə alınmır ama Binə komandası hücuma geçebilecek mi? Tamerlan'dadır top. Tamerlan'dan kapıya doğru ve ikinci gol. Qapçının çaşkınlığı ve ikinci golü getirir. Ve 2-0 Rofun komandası öndedir. Tamerlan'la out. Binə komandası oyuna başlayır. Kenan alabilecek mi topu ve Tamerlan ve Binə komandasının yeni hücumu başlayır. Ve ilerleyir. Tek ilerleyir. Zaur karşısına alır ve ötürme out Rofun. Rofun başlayır. Out'u Kenan'dan Tamerlan. Tamerlan yeniden Kenan'a. Kenan ve küçten zərbə. Kenan'dan uzun ötürme. Qapçı yerindədir. Ve Binə komandasının hücumu ilerleyir ve Renat topu kapıdan kenara çıkardı. Küçten zərbə. Ve Tofik. Ve qapçı yerindədir. Küçdən zərbə. Yeniden qapçı. Qapçının qarşısını aldıqlarına göre hesap 2-1 olur. Binə komandasını təbrik edirik. Ve Tamerlan oyuna zərbə ilə başlamaq istəyir. Tamerlan'ın zərbəsi ama top kənara çıxır. Qapıdan zərbə. Ve Binə komandasının hücumu. Binə komandası ilerleyir. Renat'ı geçebilecek mi? Keçir ama müdafiə qayıdır ve qapçı yerindədir ama top kənara çıxır. Qapıdan zərbə. Oyunun 10. dəqiqəsidir və Rofun komandası 2-1 öndədir. Və Yusuf oyuna başlayır. Zaura top Binə komandasının oyuncusuna dəyir yenə.
Alttan başlayırlar. Zaur oyuna başlayır ama burada Binə komandasının eline top dokunsa da hakim avantaj değil ve Tamerlan. Tamerlan'dan top Binə komandasına geçir ve yeniden Binə komandasına top Kenan. Kenan ve Tevfik. Ve Zaur. Zaur'dan uzun ötürmə Tevfik'e doğru Kenan. Zaur özü ve Tevfik yıkılır, durur. Kenan qapçı ilə üzbəüz gəlir ama qapçı yerindədir. Ve Kenan Binə komandasının hücumunu Zaur qarşısına almaya çalışır ve Tamerlan Zaur'dan zərbə ilə Kenan yıkılsa da ama müdaxilə edirlər, həkim müdaxiləsi və heç nəyi yoxdur. Qalxır ayağa Kenan və oyun davam edir. Və cərmə zərbəsini yenidən Tamerlan cərmə zərbəsini vurmağa çalışacaq. Görəsən Zaur mu Tamerlan mı? Tamerlan'dan güzel zərbə ama top kapıdan kənara çıxır. Kapıdan zərbə. Binə komandası hücuma hazırlaşır ve Tevfik'i tuturlar ama top out. Out Rafım komandası icra edecek. Zaur'dan kapıya doğru zərbə ama top kapıdan kenara çıkıyor. Kapıdan zərbə. Kapıdan zərbə ilə Binə komandası oyunu devam edir. Hücuma hazırlaşırlar. Gözəl ötürmə. Renat karşısına alır. Tevfik sol ayakla, hayır sağ ayakla da vurdu ama kapçı yerindədir. Küşdən zərbə. Tamerlan'dan gəlişinə vuruş ama düzgün vuruş olmadı ve kapıdan zərbə ilə Binə komandası oyuna başlayır. Hücum qururlar. Aldadır. Tevfik'i belə. Ve Renat'tan yukarıya doğru Tamerlan'dan güzel bir qəlbə ve hesap 3-1. Rafım komandasının xeyrinə olur. Oyunun 14. dəqiqəsidir. Hesap 3-1. Rafım komandasının xeyrinədir və qapçı yerindədir. Kenan hücumun qarşısını almaq istəyir və outdur Rafım komandası. Tamerlan yeniden qaytarır. Halil'den Renat'tan Kenan'a doğru Tamerlan yeniden göğe zərbə vurur ama kapçı yerindədir. Kapçı başlayır. Tamerlan topu götürür. Fırlanır ve küşdən zərbə.
Tamerlan Renat'a doğru. Renat. Ve yeniden Bina komandasının kontur atakı. Ve qapçı yerindədir. Küşdən zərbə ilə Bina komandası oyuna başlayır. Ve Kenan, neyniysən Kenan? Yusif'ten uzun ötürme Kenan'a doğru. Kenan öz səhvini düzəldə biləcəkmi? Və Renat. Renat baxır. Və Renat'tan qapçıya. Qapçıdan uzun ötürme Tamerlan'a. Tamerlan yeniden göylərə qaldırır topu. Ama top qapıdan kənara çıxır. Qapıdan zərbə ilə qapçı başlayır və yine komandasının yeni hücumunu görebiləcəkmi? Və Renat və Zaur bir-birini başa düşmürlər. Ama Kenan topu alır və Kenan yine komandasının müdafiəsi çok güçlüdür. Tamerlan'dan uzun ötürme Kenan'a ama Halil alta başlayır. Halil'den Zaur'a. Kapıdan zərbəyle yine komandası hücumu başlayır ama Halil ve Tamerlan topu alabiləcəkmi? Zaur topu kenara çıxardır. Yine komandası out'u başlayır. Ve yeni hücuma başlayırlar. Qəşəng götürme ama Renat müdafiədədir. Tamerlan'dan out başlayır. Ve Tamerlan'dan Zaur'a. Zaur'dan qapçıya. Qapçıdan uzun ötürme ve Halil'le gelip çatmır top ama out Rofmo. Halil başlayır Zaur'a. Zaur'dan uzun ötürme Kenan'a doğru ama müdafiə imkan vermir. Kenan'dan Zaur'a, Zaur'dan yeniden Kenan'a, Kenan'dan Renat'a istikametine. Renat el verin. Renat el ver. Ve zərbəsini Bina komandası devam edir ve gəlmə zərbəsinin Bina komandası başlayır. Uzun ötürmə ama top yetişmə dəymeden kənarlaşır. Kapıdan zərbə ilə Yusif oyuna başlamalıdır. Kenan. Tamerlan topu alır. Topu yere salır ve uzun ötürme Kenan'a. Qapçı yerindədir. Qapçıdan uzun ötürme Halil. Halil alabiləcəkmi? Renat. Ve Bina komandasının hücumu devam edir. Renat topu alır ve Tamerlan topu götürür ve kapıya doğru vurur ama yine komandasının müdafiəsi çok güzel oynuyor. Zaur out'u başlayır. Tamerlan'dan Renat'a, Renat'tan Halil'e tərəf. Bina komandasının hücumu Yusif'le tek çıxır ama Yusif topun kapıdan kenara çıkmağına imkan verir.
Yusuf başlayır. Yusuf'tan Kenan'a. Kenan 3 nəfərin arasından çıxa bilmədi. Və Zaur. Tamerlan. Tamerlandan gözəl ötürmək Kenan'a doğru ama Binə komandasının müdafiəsi onun qarşısını alır. Kenan başlayır Tamerlan'a. Tamerlandan Halil'e. Halil top ayağına gelmir. Out. Out Binə. Kenan. Tamerlan out'a başlamaq istəyir ama qarşısını alırlar və Tamerlan. Tamerlandan birbaşa Kenan istiqamətinə ama oyunun 22. dəqiqəsidir. Və hesab 3-1 Rofun komandasının xeyrinədir. Yine komandası out'u başlayır ama birinci hissənin sonu. İnşallah ikinci hissədə görüşərik. Və Elvin müəllim öz məsləhətlərini verir.